Gəlin bir anlıq düşünək. Tarixin gedişatını tamamilə dəyişdirən, amma çox vaxt adı böyük imperiyaların kölgəsində qalan bir qüvvə. Söhbət Səlcuqlardan gedir. Necə oldu ki, köçəri bir tayfa qısa zamanda dünyanın siyasi xəritəsini demək olar ki, yenidən cızdı? Baxın bu xəritəyə. Sadəcə inanılmazdır, deyilmi? Mərkəzi Asiyadan Aralıq dənizinə qədər uzanan bu nəhəng ərazi. Bəs bu qədər böyük bir dövlət necə yarandı? Bugün biz məhz bu sualın cavabını axtaracağıq və bu heyrətamiz yüksəlişin pərdə arxasına baxacağıq. Bilirsiniz, hər bir möhtəşəm hekayənin bir başlanğıcı olur. Səlcuqların hekayəsi də Orta Asiyanın geniş çöllərində Oğuz türklərinin içində başladı. Və bütün bu hərəkatın mərkəzində çox xarizmatik bir lider dayanırdı. Səlcuq bəy. Bəli, Səlcuqlar adlarını məhz Oğuzların qınıq tayfasından olan bu liderdən alırlar. Səlcuq bəyin 10-cu əsrdə verdiyi bir qərar, yəni öz tayfasını İslam dininə gətirməsi, əslində bütün yaxın şərqin gələcəyini dəyişdirəcək bir hərəkatın ilk addımı oldu. Baxın bu zaman xəttinə, sürətə fikir verin. Hər şey sanki göz qırpımında baş verir. Dəndənəkanda o dövrün super gücü olan Qəznəviləri məğlub edirlər və bum! Bütün Xorasanın qapıları onların üzünə açılır. Bundan cəmi 15 il sonra isə Sultan Toğrul artıq Bağdaddadır və Abbasi xəlifəsi onu şərqin və qərbin hökmdarı elan edir. Bu sadəcə bir titul deyildi, yox. Bu, bütün İslam dünyasına artıq yeni güc bizik deməkdir. Yaxşı, imperiya bölüyürdü, amma necə? Gəlin onların strategiyasını konkret bir nümunə üzərində incələyək. Azərbaycanın fəthi. Bu, onların uğurunun sirlərini anlamaq üçün deyərdim ki, mükəmməl bir nümunədir. Çox yaxşı sualdır. Həqiqətən də Səlcuqlar Azərbaycanda demək olar ki, ciddi bir müqavimətlə qarşılaşmadılar. Necə oldu bu? Gəlin səbəblərinə baxaq. Deməli, buradakı əsas məsələ təkcə qılınc gücü deyildi. Bu, həm də çox ağıllı bir siyasət idi. Düşünün, Səlcuqlar gəlir və yerli türk əhalisi onlara yad bir işğalçı kimi yox, bir növ xilaskar kimi baxır. Üstəlik regionda vahid bir güc yoxdur və hamı Bizans təhlükəsinə qarşı güclü bir müttəfiq axtarır. Sanki bütün şərtlər Səlcuqların xeyrinə düzülmüşdü. Nəticədə 1066-cı ilə çatanda demək olar ki, bütün Azərbaycan artıq onların nəzarətində idi. Və indi səhnəyə əfsanəvi bir ad çıxır. Sultan Alp Arslan. Bax, Səlcuq tarixinin ən qüdrətli, ən parlaq dövrü məhz onunla başlayır. Malazgirt, 1071. Bilirsiniz, bəzi tarixlər var ki, sadəcə rəqəmlərdən ibarət deyil. Onlar tarixin axarını dəyişən dönüş nöqtələridir. Bax, bu da onlardan biridir. Səlcuq tarixinin zirvə anına xoş gəlmisiniz. Təsəvvür edin o səhnəni. Döyüşdən əvvəl Alp Arslan sülh üçün elçi göndərir. Amma Bizans imperatoru Roman Diyegen o qədər özündən razıdır ki, elçiyə təkəbbürlə deyir, mən İsfahanda qışlayacağam, atlarım da Həmadanda. Yəni, bütün dövlətinizi ələ keçirəcəm. Türk elçisinin cavabı isə həm sakit, həm də bir o qədər mənalı olur. Atlarınızın Həmadanda qışlayacağı doğrudur, amma sizin harada qışlayacağınız, bax o hələ bəlli deyil. Və imperatorun o böyük təkəbbürü Səlcuqların məşhur, ölümcül Turan taktikası ilə qarşılaşdı. Bu taktika necə işləyirdi? Çox sadə, amma bir o qədər də dahiyanə idi. Güya məğlub olub qaçırmış kimi edirsən, rəqib arxanca gəlir və tələyə düşür. Sonra da ətrafını sarıyıb tamamilə məhv edirsən. Malazgirddə də bu taktika mükəmməl işlədi. Nəticələr sadəcə bütün dünyanı şoka saldı. Tarixdə ilk dəfə idi ki, bir Bizans imperatoru müsəlman bir hökmdara əsir düşürdü. Bu, o dövr üçün ağlasığmaz bir hadisə idi. Amma bu qələbə sadəcə bir döyüşün sonu değildi, yox. Bu, Anadolunun qapılarının türklərə əbədi olaraq açılması demək idi. Yeni bir dövr başlayırdı. Malazgirddən sonra sanki yeni, daha parlaq bir səhifə açılır. Alp Arslanın oğlu Sultan Məlikşahın dövrü. Bu, imperiyanın əsr qızıl dövrü idi. Sərhədlərin ən geniş nöqtəyə çatdığı, iqtisadiyyatın, elmin, sənətin böyük vəzir Nizamülmülkün rəhbərliyi altında çiçəkləndiyi bir dövr. Bu, təkcə hərbi gücün yox, həm də mədəniyyətin zirvəsi idi. Yaxşı, bu qədər nəhəng bir ərazini fəth etmək bir şeydir. Amma əsas məsələ onu idarə etməkdir, elə deyilmi? Bu böyük mexanizmi bir arada saxlayan, onu işləv vəziyyətdə saxlayan nə idi? Onların gizli silahı bəlkə də məhz iqtat sistemi idi. İlk baxışdan bu sadəcə torpaq paylamaq kimi görünə bilər. Amma əslində bu, imperiyanın onurla sütunuydu. Bu sistem sayəsində həm mərkəzi hakimiyyətə sadiq güclü bir ordu saxlayırdılar, həm də nəhəng əraziləri effektiv şəkildə idarə edirdilər. Gəlin sistemin məntiqinə baxaq.
Deməli, dövlət sərkərdəyə deyir, mən sənə bu torpağı verirəm, sən də oradan gələn gəlirlə mənim üçün əskər saxla və hazır vəziyyətdə gözlə. Eyni zamanda üşürf və ələf kimi vergilər birbaşa dövlət xəzinəsinə axır və imperiyanın iqtisadi motorunu işlədir. Hər şey bir-biri ilə o qədər məntiqli şəkildə bağlanmışdı ki, sistem saat kimi işləyirdi. Təbii ki, güclü ordu və idarə etmək üçün pul lazımdır. Məlikşah da bunu çox yaxşı bilirdi. O, bütün imperiya boyunca vahid pul, vahid çəki sistemləri tətbiq etdi. Karvan yollarını təhlükəsiz etdi. Düşünün, bu o dövrün tacirləri üçün əsl cənnət idi. Ticarət canlandı, xəzinə isə doldu. Amma necə deyərlər, hər yoxuşun bir enişi var, zirvəyə nə qədər sürətlə çıxılmışdısa, eniş də bir o qədər sürətli oldu. İndi gəldik hekayənin son bir qədər də kədərli hissəsinə, imperiyanın parçalanması və geridə qoyduğu mirasa. Və Məlikşahdan sonra nə oldu? Təəssüf ki, tarixdə tez-tez gördüyümüz o klassik kədərli hekayə. Taxtac davası, qardaş-qardaşa düşmən oldu, hər kəs öz hakimiyyətini qurmağa çalışdı və o nəhəng imperiya daxildən çatlamağa, çürüməyə başladı. Baxın bu xəritəyə. O vahid, möhtəşəm imperiyadan əsər əlamət qalmayıb. Hər yerə xırda-xırda dövlətlər, atabəyliklər, sultanlıqlar səpələnib. Hərəsi bir tərəfə çəkdi və ortada o böyük, vahid güc artıq yox idi. Yaxşı, imperiya dağıldı, bəs sonra Səlcuqlar geridə nə qoyub getdilər? Əslində çox şey. Onlar Anadolunu əbədi bir türk yurduna çevirdilər. Bizansını şərqə doğru böyümə xəyallarına son qoydular və bəlkə də ən əsası salib yürüşlərinə qarşı İslam dünyasının qalxan oldular. Yəni onların qurduğu nizamın təsirləri bu gün belə hiss olunur. Və beləcə gəldik əsas suala. Bütün bu hekayədən çıxaracağımız dərs nədir? Məncə bu gücün nə qədər kövrək olduğunun və nə qədər sürətlə yaranıb, eyni sürətlə də yox ola biləcəyinin unudulmaz bir dərsidir. Bu hekayə bizə göstərir ki, birlik və güclü liderlik bir tayfanı imperiyaya çevirə bilər, amma daxili çəkişmələr ən qüdrətli imperiyanı belə məhv edə bilər. Bu sadəcə keçmişə aid bir nağıl deyil, bu günümüz üçün də çox vacib bir xəbərdarlıqdır.